Salam aleykum. Deməli, natrium, üstəgəl su, əmələ gəlir natrium hidroksid, üstəgəl hidrogen. Bura 0,5 yazırıq. Natrium hidrid, üstəgəl su, natrium hidroksid, üstəgəl hidrogen. Burada 400 qram 20%. 400 vurulsun, 20 bölünsün 100. 80 qram natrium hidroksid isə 320 qram da son məhulda qalan sudur. Bu 80 qram natrium hidroksid əmələ gələndə burada 40-40 yazaq. Görə nə qədər su sərf olunur. Buradan deməli M bərabərdir 36 qram sərf olur. Əvvəl x millilitr, yəni suda millilitr qramla eynidir. Yəni əvvəl x qram su var idi, 36 qram reaksiyada sərf oldu natrium hidroksidin alınması üçün. Sonda da 320 qalıb, deməli x buradan bərabərdir 356. Doğru cavab 356 eləyir.